Deməli, testdə. Deməli, baxaq görək birinci sualda. Birinci sualda nə demişdik? Trigonometriya. Bu sualların hamısını əzbər bilməlisiniz uşaqlar. Yaxşı. Birinci sualda deyirdi ki, 75 dərəcəli bucağı radianla ifadə edin. Biz demişdik ki, bucağı radiana çevirmək üçün pi bölü 100 hissəsinə vururlar. Bəs bir də mənim ekranım... Müəllimə, bunları izah etmişik də. Deyim sizə neçədən izah eləməliyəm? Sən baxın müəllimə. Bir də ki, mənim ekranımı böyük Müəllim, biz eləmək 9-a qədər hamısını hə, deyə olur, hə. Nətər? 9-a qədər izah eləmişəm. Hə, 9 amma izah eləməmişsiniz. 9 mən başa düşmüşəm. Baxın. Hə, 1 bölünsün kosinus x. X. Bölünsün nə idi orada? Tangens x. Bərabərdir. İndi deməli, nə edəcəyik? Tangensin açışı bilirik ki, sinus böl kosinusdur. Biz də bölmə əməlini yerinə yetiriksə, birinci olduğu kimi qalır, ikincinin tərsinə vururlar. Olur 1 böl kosinus x vurulsun, kosinus x bölünsün sinus x. Baxın, tərsinə vurdum. İxtisar gedir burada, alınır nə? 1 bölünsün sinus x. Bax belə. 10-cu sual idi də bu. 9-cu sual idi. Sonra 10-cu sualda yazılıb ki, kosinus x vurulsun tangens x. Kosinus x vurulsun tangens x. Bu bərabərdir nəyə? Aha, bu isə bərabərdir nəyə? Tangensin yerinə yenə sinus böl kosinus yazıram. Kosinus x vurulsun sinus x bölünsün kosinus x. Bu ixtisar gedir, alınır nə? Sinus x. 9-cu sualdayıq. Hə, 9, 10. Keçən dərs izah eləmişdik də, 9-a qədər ona görə. 11-ci suala baxaq. 11-ci sualda verir. Onları yazmışam mən. Aha, lap yaxşı. Yazılıb ki, tangens 15 üstəgəl kotangens 15 bərabərdir, hesablayaq. Necə hesablayaq? Bax, tangens 15-in yerinə mən yaza bilərəm sinus 15 bölünsün kosinus 15. Üstəgəl kotangens 15-in də yerinə kosinus 15 bölünsün sinus 15 bərabərdir. Ortaq məxrəc eləyirəm. Birinci kəsri sinus 15-ə vurmalıyam. Çünki məxrəcdə sinus 15 çatmır. İkinci kəsri isə kosinus 15-ə vurmalıyam. Məxrəcim olur sinus 15 vurulsun kosinus 15. Sürətdə sinusu sinusa vuranda bilirik ki, sinusun kvadratı 15 üstəgəl. Kosinusu kosinusa vuranda da kosinusun kvadratı 15. Və bilirik ki, sinus kvadratı üstəgəl kosinus kvadratı bizə 1 verir. Sürət 1. Məxrəc sinus 15 vur kosinus 15 yazıram. Daha sonra burada düstur alınsın deyə özümdən 2-yə vursam, 2-yə bölsəm elə bil. Nə yaranar? 2 qat arqument düsturu. Yəni, o da bərabərdir. Məxrəcim sinus 2 alfanın açılışıdır. Yəni, alfam 15-dir deyə 2-ni vururam 15-ə. Olur sinus 30 dərəcə. Sürət isə 2. Sinus 30-da 2-də 1 alır. Yerinə mən 2-də 1-i qoysam, 2-ni 2-də 1-ə bölən neçə edir? 4. Bir sanat cavabı elədir. 4. Sonra 12-ci suala baxaq. Mən mənfi 4 almışam. Yox, müsbət 4 deyirəm. Gördün, mənfi 4 eləmədi. 12-ci sualda deyir ki, sinus x bərabər 2-də 1. Sağa doğru çəkin.
Deyir 90 kiçikdir x. Bəli. Bəli. Sağa doğru çəkin də. Onsuz skrin edib göndərəcəm. 90 kiçikdir x, kiçikdir nədən? 180 dərəcədən. Bunu bizə veribdir. Deyir ki, 9 plus kotangens 110 üstəgəl 6-da 1 x. Bunu hesablayaq. İlk öncə fikirləşirik ki, sinus 2-də 1 nə vaxt alır? Bilirsiniz ki, 30 dərəcədə alır. Ancaq burada mənə deyir ki, elə bucaq götür ki, 90-dan 180-in arasında yerləşsin. Onda nə edəcəksiniz? Sinus 180 çıx 30 yazacaqsınız. O da bərabərdir sinus 150-yə. Aydındır. Deməli, sinus 150-də də cavabım nəyə bərabərdir? 2-də 1-ə bərabərdir. Deməli, bucağım nədir? 150 dərəcədir. Mən gətirib x-in yerinə, burada, harada x görürəm, yerinə nə qoyacam? 150-ni qoyacam. İndi hesablayırıq. 9 üstəgəl kotangens 110 plus 6-da 1 vurulsun 150. Bunu da hesablayaq. 150 ilə 6 ixtisar gedir. Bölsək bunların ikisini də 6-ya. 150-ni 6-ya bölən neçə edir? 25. 110 nə? Baxın, bu 25-i gəlirəm. Nə olacaq? 9 plus kotangens 135 dərəcə. Kotangens 135 dərəcəni necə hesablaya bilərəm mən? 90 üstəgəl 45 yazıram. Düzdür? Aha. 90 üstəgəl 45-də ikinci rübdə yerləşir. İkinci rübdə də kotangensimiz nədir? Mənfidir. Və olacaq mənfi kotangens 45. Yəni, kotangens 45-də 1 alırsa, mənfi kotangens 45 olanda nə olacaq? Mənfi 1. Deməli, 9 çıx, bunun cavabı nə olacaq? 1 olacaq. Dediyim kimi, mənfi 1 olduğuna görə. Cavab da neçə elədi? 8-ə bərabər oldu. 90 dərəcənin 45 dərəcədə 1 deyə 1-ə bərabər eləyir. 135 dərəcə alınır. 90 üstəgəl 45 yazırsan 135-i. 90-da adın dəyişir, tangens 45 olur. Tangens 45-də də 1 alır, ancaq ikinci rübdə mənfidir. 135 dərəcə ikinci rübə düşür deyə tangensdir, kotangensdir. İkinci rübdə nədir? Mənfi. Ona görə. Sonra 13-cü sualda yazılır ki, kosinus beta çıxılsın sinus beta, məxrəcdə isə kosinus alfa üstəgəl sinus alfa bərabər 3-də 1 olarsa, deyir ki, neyləyin? A böl B-ni hesablayın. Düzbucaqlı üçbucaq çəkilib orada. Biz də çəkək. Deyir ki, bura alfadır, bura betadır. Bura C hipotenuz, A katet, B də katet. Mən bilirəm ki, kosinus beta bərabər nəyə? Bucağın kosinusunu nətər tapırlar? Bitişik kateti bölürlər hipotenuza. Yəni, B böl C. Bucağın sinus betası necə tapırlar? Sinus beta isə qarşı katet bölünsün nə olur? Hipotenuz. A böl C. Sonra bucağın, burada yazılıb kosinus alfası məxrəcdə. Kosinus alfa nəyə bərabərdir? Yenə bitişik katet olan A-nın C-yə nisbəti. Sinus alfa nəyə bərabərdir bəs? Qarşı katet bölünsün hipotenuz. Yəni B böl C. B böl C. Bunları gətirib sadələşdirəndən sonra, bu ifadəni sadələşdirəndən sonra nəzərə alacağım. Baxın, yerində. Çarpaz vururam. Olurmu 3 kosinus beta çıxılsın 3 sinus beta bərabərdir. Biri də çarpaz vursaq, kosinus alfa üstəgəl sinus alfa. Və dediyim kimi, kosinus betanın yerinə gətirib nə qoyacam? B böl C-ni qoyacam. B böl C-ni qoysaq nə olar? Baxın, 3 vurulsun B böl C çıx. 3 vurulsun sinus beta A böl C-dir. Bərabər kosinus alfanın yerinə A böl C. Üstəgəl sinus alfanın yerinə B böl C qoyuram. İndi B böl C-ləri bir tərəfə, A böl C-ləri də bir tərəfə keçirirəm. 3 dənə B böl C-dən çıxıram, bir dənə B böl C-ni eləyir, 2 dənə B böl C. Bərabərdir. A böl C-ni bu tərəfə keçirsəm, olacaqmı? 4 dənə A böl C.
Sağdan soldan c'lər gedir ixtisar. Sağdan soldan 2-yə bölünür. Alınır b bərabər 2a-ya. Bizdən də soruşur ki, a böl b-ni tapın da. Yəni a böl b-ni tapın da. Gətirib qoymalıyam. B-nin yerinə 2a-nı. Burada da a-lar gedir ixtisar. Cavab nə qalır? 2-də 1. Yəni 0,5. Bu sual məncə rahat idi. Sonra 14-cü suala baxaq. 14'ü mən sualı həll edə bilmədim. Sağ müəllimə. müəllimə. Salam. 11'lər qoşulur. Ha, elə bildim şeydir, ramal diye. 5 sinus 2 alfa salam. Çıxılsın 12 kosinus 2 alfa. Deməli, Türkan, nəyi yadımıza salırıq? A sinus alfa üstə gəl B kosinus beta, B kosinus alfa, A kosinus, bax burada üstə gəl də verilir, çıx da verilir. Bax, bu düstur var idi. A sinus alfa üstə gəl çıx, B kosinus alfa. Yadınızdadır, bunun ən kiçik, ən böyük qiymətini nətər tapırdıq? Müsbət mənfi kökün altında A kvadrat üstə gəl B kvadrat olmurdu. Bax, ondan istifadə edirik. Yəni, kökün altında 5-in kvadratı üstə gəl 12-in kvadratı. Bu da bizə nə verir? Kökün altında 169 verir. Buradan da 13 çıxır. Bizim kiçik qiymətimiz mənfi 13 olur. Böyük qiymətimiz müsbət 13 olur. Bu qədər. 14-cü sual belə. Sonra 15-ci suala baxaq. 15-ci sualda yazılıb ki, 3 sinus alfa çıxılsın 2 kosinus alfa. Burada görsəz düzbucaqlı üçbucaq var. Hansı ki radius 5-dir. Sonra bura alfa, buradan bura hissə 3-dür. Və Pifagora görə də burada 4 olur. Və biz sinus alfanın yerinə yazacağıq nə? Qarşı katet bölünsün hipotenuz. Yəni 4 bölünsün 5. Bəs kosinus alfanın yerinə nə yazacağıq? Bitişik katet bölünsün hipotenuz. Yəni 3 böl 5. Və gətirib burada nəzərə alacağıq. Bilirəm ki, 4-ü 5-ə böləndə 0,8, bu isə 0,6 eləyir də. Olur bərabər 3 vurulsun 0,8, çıxılsın 2 vurulsun 0,6. Bərabərdir 2,4, çıxılsın nə? 1,2. Cavab neçə eləyir? 1,2. Baxın. Aydındır yəqin ki, 15-ci sual. Sonra 16-cı sualda yazılıb ki, sinusun kvadratı 10 dərəcə bölünsün 2 sinusun kvadratı 5 dərəcə çıx. Kosinus 10 dərəcəni hesablayın. Görək nə edə bilərik? Bax, bunu dərəcəni azaltmadan istifadə eləsəm, bunu da yerinə 1 çıxılsın kosinusun kvadratı 10 yazsam. Görək alınarmı belə bir şey? Baxın. 1 çıx, kosinusun kvadratı 10 yazdım. Aşağıda da 2 vur. Dərəcəni azaltma düsturunu yadıma salıram. 1 çıx, kosinus olurdu mu? 2-ni 5-ə vururdum. 10 dərəcə. Bölünsün 2. Çıxılsın. Kosinus 10 dərəcə. Burada 2-lər gedir ixtisar. Daha sonra bunları ortaq məxrəc eləsəm, bunun altındakı 1 var. Ortaq məxrəc eləsəm nə etməliyəm? Vurmalıyam 1 çıxılsın kosinus 10-a da. Bərabərdir. Kəsr xətt çəkirəm. Məxrəcim 1 çıx kosinus 10 olur. Sürətim 1 çıx kosinusun kvadratı 10 çıx. Bunu da vurub atsam. Çıx kosinus 10 üstə gəl. Kosinusun kvadratı 10 olur. Bunlar gedir ixtisar. Görsünüz, sürətdə də 1 çıx kosinus 10, məxrəcdə də 1 çıx kosinus 10 qaldı. Sürət də məxrəc də eyni olduğuna görə böləndə bizə nə verəcək? 1 verəcək. Bax belə. Sonra 17-ci suala baxaq. 17-də deyir sinus alfa bərabər 1 olarsa,
Kosinus alfa üstəgəl kotangens alfanı hesablayın. Uşaqlar, fikirləşək görək, sinus 1-i nə vaxt alır, neçə dərəcədə alır? Alfa neçə olsa 1 eləyir. 90 dərəcə olsa 1 eləyir də. Və gətirib qoyuram alfanın yerinə neçə dərəcə? 90 dərəcə. Yəni kosinus 90 çıx. Kotangens 90. O da bərabərdir. Kosinus 90-ı neçə alır? 0 alır. Çıx. Bəs kotangens 90-ı neçə alır? Gördüyünüz kimi, kotangens 90-da isə sinus 90-ı bölməliyik nəyə? Kosinus 90-ı da. Burada da almır da, düzdürmü? Bax, necə hesablayırıq? Kotangens, deyirəm 90-ı hesablayaq. Kosinus 90 bölünsün sinus 90. Bax, görsə 0-ı bölürəm 1-ə. 0 eləyir. Bu da 0 eləyir də cavab. Cavab nə oldu? 0 dərəcə. Neynədik? Sinus fikirləşdik ki, 1 nə vaxt alır? 90-da, yəni gətirib alfanın yerinə 90 qoyduq. On 18-ci suala baxaq. Tangens x üstəgəl kotangens x bərabər 3 yazılıbdır. Tangensin kvadratı x çıxılsın. 1 bölünsün. Sinus x vurulsun. Nə yazılıb? Kosinus x üstəgəl kotangensin kvadratı x. Bunu hesablayın deyir. Görün nə edə bilərəm? Bax, 18-ci sualda verilib ki, bu verilib, bax, bunu tap deyir. Görürəm ki, tangensin kvadratı üstəgəl kotangensin kvadratı var da. Nə edə bilərəm? Bunun sağını solunu kvadrata yüksəltsəm, birinci. Orada tangens kvadratı üstəgəl kotangens kvadratını tapmaq olar. Kvadrata yüksəldəndə də, bax, yazıram. Tangens x üstəgəl kotangens x kvadrat bərabər 3-ün kvadratı olur da. Bunu da müxtəsərlə açsaq, tangensin kvadratı x üstəgəl 2 vur, tangens vur, kotangens. Sonra üstəgəl kotangensin kvadratı x bərabər nəyə? 9-a. Tangens kvadratı ilə kotangens kvadratını tapmalıydım mən. Yazıram. Tangens kvadratı x üstəgəl kotangens kvadratı x bərabər. Bura tangens vur, kotangens bizə 1 verir axı. 2-ni 1-ə vurdum. Bura 2 eləyir. O 2-ni də bu tərəfə keçirsəm. 9 çıx 2. Cavab 7 olur. Deməli, tangensin kvadratı ilə kotangensin kvadratı bizə neçə verdi? 7 verdi. İndi bax, buranı necə hesablaya bilərəm mən? Bu ikisinin açılışını yazsam, bax, yazıram ki, tangens x üstəgəl kotangens x bərabər 3 yazılıbdırsa, tangensin yerinə sinus böl kosinus üstəgəl kotangensin yerinə kosinus böl sinus yazsam, sonra bunlara ortaq məxrəc eləsəm, bax, ortaq məxrəc eləyirəm. Bunu sinusa vurmalıyam bu məxrəci, bunu da kosinusa. Baxın, nə alıram? Ortaq məxrəcim sinusdur, kosinusdur. Sürətdə sinusun kvadratı üstəgəl kosinusun kvadratı bizə 1 verir. Düzdür? Bu da bərabər görürsünüz 3-dür. Deməli, sinus böl 1 böl sinus vur kosinus bizə nə verdi? 3 verdi. İndi gətirib nəzərə alıram burada. Bu ikisinin cəmi 7 elədi. 7 çıx. Bu da neçə elədi dedim? Bax, bura. 3 elədi. 7-dən də 3 çıxıram. Misalın cavabı neçə olur? Baxın. 4 olur. Aydındır. Bax, yadımızda saxlayaq, nə elədik? Birinci tangeslə kotangesin kvadratını hesablamaq üçün bu verilən ifadəni kvadrata yüksəltdim. Aldım ki, 9 çıx 2 bərabər 7. Sonra bax, buranı tapmaq üçün isə bu ikisinin açılışlarını yazdım. Ortaq məxrəc elədim. Cavab aldım 3. Bu ikisi 7, bu isə 3 elədi. 7-dən 3 çıxdım. Cavab elədi 4. Yəqin ki, aydındır. Sonra 19-cu suala baxaq. 19-da. Misalın şərtini götürürəm. Tangens alfa üstəgəl kotangens alfa bərabər 4 olarsa, nəyi tapın deyir? Tangensin kvadratı alfa üstəgəl kotangensin kvadratı alfanı tapın.
Bax, yenə də nə edəcəyik? Sağı solu kvadrata yüksəldəcəyik. Eynən bayaq kimi. Bax, kvadrata yüksəldirəm sağı solu. Alınır nə? Tangensin kvadratı alfa üstəgəl 2 tangens alfa vur kotangens alfa üstəgəl kotangensin kvadratı alfa bərabər 16-ya. Bura bizə yenə 1 verir. 2-ni 1-ə vurdum, elədi 2. Deməli, tangens kvadratı alfa üstəgəl kotangens kvadratı alfa da bərabər bu 16 çıx 2. Neçə elədi cavab? 14. Yəqin aydındır. 20-ci suala baxaq. 20-də deyir ki, tangens vurulsun. Tangens 810 çıx x. Bunu hesablayın. Bax, dedim ki, əgər 360-dan böyük rəqəm alıramsa, bunu 360-a bölüb qalığı burada nəzərə alacağım. Qıraqda 810-u bölürük nəyə? 360 dərəcəyə. 810-un içində 360 neçə dəfə yerləşir? 2 dəfə yerləşir, düzdür? Qalıq nə qalır? 720-ni çıxsaq buradan, eləyəcək neçə? 90 dərəcə eləyəcəkmi? Aha, yazıram. Tangens x vurulsun. Tangens, baxın, 90 çıx x. Bu tangens 90 çıx x da bizə kotangens verir də, düzdür? 90 çıx olanda adını dəyişir. Olur nə? Tangens x vurulsun kotangens x. Tangesdə kotangesə vuranda əsas trigonometrik eyniliyə görə cavab neçə eləyir? 1-ə bərabər olmuş olur. Cavab 1. Sonra 21-ci suala baxaq. 21-də. Biri bayaq yazmışdıq, 14 almışdıq. Eyni sualdır. 19-cu sualın eynidir. 22-ci suala baxıram. 22-də. Fx bərabərdir sinus x. Gx bərabərdir kosinus x-dir. Bizdən soruşur ki, 0, pi böl 2 aralığında bu funksiyaların qrafiklərinin kəsmə nöqtəsindən OX oxuna qədər ən qısa məsafəni tapın. Biz bilirik ki, funksiyanın kəsmə nöqtələrini tapanda verilən funksiyaları bir-birinə bərabərləşdiririk. Yəni, yazıram nə? Sinus x bərabər nəyə? Kosinus x-ə. Fikirləşirəm ki, hansı dərəcədə, yəni sinus kosinusa bərabərdir, hansı ki 0-dan 90 arasında yerləşməlidir. 0-dan 90 arasında yerləşən bucaq 45 dərəcə olur ki, 45 dərəcədə sinusun qiyməti kosinusun qiymətinə bərabərdir. Onda mən x-im neçə olacaq? 45 dərəcə. Fikirləşirəm, bəs sinus 45-də, kosinus 45-də neçə alır? Kökdə 2 böl 2 alır. Deməli, misalın cavabı olacaq kökdə 2 böl 2. Sonra 23-cü suala baxaq. Orada görsəz, 2 dənə elə bir düzbucaqlı üçbucağa ayıra bilərik də bunu. Bir düzbucaqlı üçbucaq budur. Və baxırıq ki, alfanı bura qoysam, bu katet 2 olur. Buradakı katet isə neçə olur? Sayırıq damaları 4 dənə dama var. Sonra bir də var, bettaya görə. Onda saysaq, 3 dənə burada var. Bettaya görə. Yenə 4 dənə burada var. Və bizdən nəyi soruşur? Tangens alfa üstəgəl kosinus bettanı. Tangens alfa üstəgəl kosinus bettanı hesablayın deyir. İndi hesablayaq. Biz bilirik ki, bucağın tangensini tapmaq üçün qarşı kateti bölürlər nəyə? Bitişik katetə, yəni 4 böl 2. Bucağın kosinusunu tapanda isə mənə hipotenuz da lazımdır. Çünki bitişik kateti hipotenuza bölməliyik axı. Katetlər 3, 4-dürsə hipotenuz nə olur? Pifagora görə 5. Onda kosinus betta isə olacaq neçə? 3 böl 5. 4-ü 2-yə bölürəm. 2, üstünə gəlirəm 0,6. Cavab olur 2,6. Sonra
Digər suala baxaq. 24-cü sual. 1 çıxılsın kosinus 2x vurulsun 1 çıxılsın kotangens üstü 4x bölünsün 1 çıx kotangens kvadrat x. Sürətə baxıram ki, ikinci mötərizə müxtəsər vurma düsturunu açsam, bu kotangensin kvadratının kvadratıdır da. Yəni 1 çıx, bax bunun yerinə nə yazacağam? Yazıram ki, birinci mötərizə olduğu kimi qalır. Bunun yerinə gəl yazaq ki, 1 çıx kotangensin kvadratı x, bir də vurulsun 1 üstə gəl kotangensin kvadratı x. Məxrəc isə olduğu kimi qalır. Çünki ixtisar gedəcək də. Bunlar getdi. Düzdür. Burada 1 üstə gəl kotangens kvadratı bizə nə verir? Yenə əsas trigonometrik tənliyə görə 1 böl sinus kvadratı verir də bizə. Əla. Bundakı sadələşdirsəm 1 çıxılsın kosinus kvadratı kosinus 2x-in yerinə yaza bilərəmmi? Kosinusun kvadratı x çıx sinusun kvadratı x. Qabaqda nə mənfi var deyə. Üstə gəl sinusun kvadratı x olur. Vurulsun dedim. Bunun cavabı 1 bölünsün sinusun kvadratı x-dir. İndi bax burada. 1 çıx kosinusun kvadratı. Bilirəm ki, sinusun kvadratı deməkdir. Üstündə sinusun kvadratını gələndə 2 dənə sinusun kvadratı olur. Vurulsun 1 bölünsün sinusun kvadratı x. Bunlar da getdi. Cavab neçə alınır? 2. Misalın cavabı 2 elədi. Sonra 25-ci suala baxaq. 1 üstə gəl sinusun kvadratı x çıx kosinusun kvadratı x bölünsün 4 sinus kvadratı x bərabər. İfadəni deyir sadələşdirin. Deməli, baxın uşaqlar. 1 çıx kosinus kvadratı bizə sinus kvadratı verir. Bax, bundan bu. Üstünə də bir dənə sinus kvadratı gəlsəm, 2 dənə sinus kvadratı alaram. Aşağıda da 4 sinus kvadratı x-dir da. Eynidir, gedir. 2 böl 4 bizə 0,5 verir. Cavab 0,5. 26-cı sualda sinus alfa üstə gəl kosinus alfa bərabər kökdə 2 yazılıb. Soruşur ki, sinus alfa vurulsun kosinus alfanı tapın. Tapaq. Deməli, nə edəcəyik? Və yadımızda saxlayaq. Əgər cəm veribsə, hasili soruşursa, hasil verirsə, cəmi soruşursa, burada artıq müxtəsər vurma düsturu almaq üçün mən nə edə bilərəm? Hər zaman toplama, yəni cəm olan tərəfi kvadrata yüksəltməliyəm. Yazıram, bunu sağı solu kvadrata yüksəltsək, baxın, müxtəsər vurma düsturunun açılışı alınacaqmı? Yəni, sinusun kvadratı alfa, üstə gəl 2 vur, sinus alfa vur, kosinus alfa, üstə gəl kosinusun kvadratı alfa. Bərabər, bunun da kvadratı 2. Sinus kvadratı üstə gəl kosinus kvadratı bizə 1 verir. 2 sinus alfa vur, kosinus alfanı isə olduğu kimi saxlayıram. Burada da 2-dən 1 çıxıram. 2 sinus alfa vur kosinus alfa bərabərdir 1-ə. 1-i də bölsəm 2-yə taparam ki, sinus alfa vur kosinus alfa bərabər 0,5-dir. Sonra 27-ci suala baxaq. 27. Deyir ki, 1 çıxılsın kosinus 42 bölünsün sinus kvadratı 21. Məxrəcə baxıram, görürəm ki, 2-ni vuranda 21-ə 42 eləyir də. Bu da hansı düstura əsaslanır? Dərəcəni azaltma düsturuna. Sürəti olduğu kimi saxlayırsınız. Məxrəcli dərəcəni azaltma düsturu nə idi? 1 çıx kosinus 2 alfa, yəni 2 vur 21, 42 bölünsün nə? 2-yə. Bunu da buna böləndə bunlar gedir. Bu 2 isə qalxır hara? Yuxarıya. Və misalın cavabı 2 olur.
Sonra 28-ci sualda deyir sinus 3x bərabər 2a. Fikirləşirəm ki, məndən soruşur ki, tənliyin həlli olması üçün a-nın ala biləcəyi qiymətləri tapın. Sinusun aldığı qiymətlər, sinus hansı aralıqda yerləşir? -1 ilə 1 parçasında yerləşir axı. Deməli, mənim bu tənliyin həlli olması üçün bu 2a dediyim bu aralıqda yerləşməlidir. Yəni, -1 kiçik bərabər 2a, o da kiçik bərabər nədən? 1-dən. 2 vur a yazıldığına görə hər tərəf 2-yə bölürəm. -2-də 1, kiçik a, o da kiçik bərabər nədən? 2-də 1-dən. -2-də 1, müsbət 2-də 1 parçası. 2-də 1 parçası. Və cavab bu olur. Sonra 29-cu suala baxaq. Deyir, alfa bərabərdir. Pi böl 6 olarsa, yerinə qoyun 2 kosinus alfa çıx 2 sinus alfanı hesablayayım. Yəni, bilirəm ki, bu 30 dərəcə deməkdir və mən də gətirirəm. Harada alfa görürəmsə, yerinə nə edəcəm? 30 dərəcəni qoyacam. Yəni, 2 vur kosinus 30 çıx 2 vur sinus 30 bərabər. Kosinus 30-da kökdə 3 bölü 2 alır. 2 vur kökdə 3 bölü 2 çıx. Sinus 30-da isə 2-də 1 alır deyə 2 vur 2-də 1. İxtisar gedir. Bu da ixtisar gedir. Cavab nə qalır? Kökdə 3 çıxılsın 1. Misalın cavabı kökdə 3 çıx 1. 29-cu sual idi. Sonra baxaq 30-cu suala. Otuzuncu sualda yazılıb ki, sinus 32 vurulsun sinus 62 üstəgəl sinus 58 vurulsun sinus 28. Çevirmədən istifadə edəcəyik. Necə çevirmədən istifadə edə bilərəm? 62-nin yerinə 90 çıx 28 yaza bilərəm. Bu 58-in də yerinə bu 32-yə görə 90 çıx 32 yazsam, baxın, sinus dedim ki 32 vurulsun. Bunun yerinə yazıram sinus 90 çıxılsın 28. Sonra üstəgəl sinus burada. Dedim ki 90 çıx 32 yazsam 58 yerdə vurulsun. Sinus 28 bərabərdir. Bu sinus 32 olduğu kimi qalır. Vurulsun. Bu sinus 90 çıx adını dəyişir. Olurmu? Kosinus 28. Üstəgəl. Burada kosinus 32 olur. Vurulsun. Neçə? Sinus 28. Bu da ki toplama teoremidir. Hansı ki sinus alfa çıx bettanın açılışıdır. Yəni çıx betta deyirəm üstəgəl. Çünki üstəgəl var axı. 32 üstəgəlsin 28. Bu da bizə 60 dərəcə verir. Yazıram sinus 60 dərəcə. Sinus 60-da da neçə alır? Kökdə 3 böl 2 alır. Cavab oldu kökdə 3 böl 2. Sadəcə dediyim kimi burada bunun adını dəyişdirdik. Yerin kosinusa gətirdik. Burada isə bunu kosinusa gətirsək, gördüyümüz kimi toplama teoremi alınır və toplama teoreminə görə də bunu yazırıq. Sonra baxaq 31-ci suala. 31-ci sualda bizə verilib tangens alfa üstəgəl tangens beta bərabər 8 olarsa, deyir tapın tangens alfa üstəgəl beta bərabər -11-də 8. Nəyi tapaq? Tangens alfa vurulsun. Tangens betanı hesablayın. İndi görək nə edə bilərik? Biz yenə toplama teoremindən istifadə eləsək, bunu açılışın yaza bilərik.
Açılışı nədir? Tangens alfa üstəgəl tangens beta bölünsün 1 çıx tangens alfa vur tangens beta. Bərabər yazılıb ki, mənfi 11-də 8. Bax, görürəm ki, burada şərtdə deyir də tangens alfa üstəgəl tangens beta 8-dir. Bax, tangens alfa üstəgəl tangens betadan 8. 1 çıxılsın tangens alfa vur tangens betanı isə mənfi 11 yazsam, artıq bu tangens alfa vur tangens betanı tapa bilərəm. Yazıram nə? Tangens alfa vur tangens beta bərabərdir 1 çıx mənfi 11. Bu da bizə nə verir? 12 verir. Misalın cavabı olur 12. Sadəcə yazdım, toplama teoremi ilə açdım. Gördüyüm kimi 8-ə bərabərdir. Misalın şərtində də veribdir. Məxrəci isə bərabər elədim mənfi 11-ə. Sonra 32-ci suala baxaq. 32-ci sualda isə nə deyir bizə? Sinus 33 vur kosinus 63. Sinus 33 vur kosinus 63 çıx. Kosinus 33 vurulsun sinus 63. Bu da yenə toplama teoremidir. Hansı ki sinus alfa çıx beta deməkdir. Yəni sinus 33 çıxılsa necə? 63. Bu da bizə mənfi 30 verir. Sinus mənfi 30. Bu da neçə eləyir? Mənfini qabağa verir. Tək funksiyadır. Mənfi 2-də 1. Sinus 30 daxı 2-də 1 alır. Ona görə. 34-cü suala baxaq. 34-cü sualda səhvlik var. Yəni, bu 32-ci sual idi. 32-ci sual. 34-də səhvlik var. 34-də baxmayacaq. 33-ə baxaq. Tənlikdir. 2 sinus x üstəgəl 1 bərabər 0. Deməli, uşaqlar, tənliyi həll eləyək. Görək tənliyi necə həll eləyirik. Birinci, adi x-i tapırıq da. 2 sinus x normal tənliklər necə etsə, bunu da elə yazırıq. 0-dan 1 çıxırıq, mənfi 1. Sonra yazıram sinus x bərabər nə? Mənfi 1 böl 2. Mənfi 2-də 1 olur. Yadıma salıram. Sinus x bərabər mənfi a olanda qayda necə idi? X bərabərdir. Mənfi 1 üstündə k plus 1. Arc sinus qayda modulda a. Üstəgəl pi kaydı. Mən də gətirib bu mənfi 2-də 1-i hara qoyacam? Bax, burada. Fikirləşirəm ki, indi sinus 2-də 1-i nə vaxt alır? Sinus 2-də 1 nə vaxt alır? 30 dərəcədə alır axı. 30 dərəcədə nə deməkdir? Pi böl 6 deməkdir. Yazırsınız ki, mənfi 1 üstündə k plus 1 vur pi böl 6 üstəgəl pi k. Bu da bizim misalımızın cavabı olur. Sonra 35-ci sual dedim, baxacağıq. 34-də səhvlik var. 35-ə baxaq. 1 bölünsün kosinus 3x üstəgəl 1 bərabər 0 yazılıb. Deyir, tənliyi həll eləyin. Biz də həll eləyək. Deməli, 1 bölünsün kosinus 3x bərabərdir yazıram. Mənfi 1. Bunu da çarpaz vursaq, alırıq kosinus 3x bərabərdir mənfi 1-ə. Daha sonra nə edirlər? Bax, bu 3x-i götürürlər. Yadıma salıram, kosinus x bərabər mənfi 1. Tənliyi necə həll edirdik? X bərabər pi üstəgəl 2 pi k idi da şərtimiz. Bax, buydu. Və mən də 3x bərabər bu mənfi 1-in yerinə pi üstəgəl 2 pi k yazacağım. Pi üstəgəl 2 pi k. Daha sonra x-in qabağında 3 var deyə hər tərəfi 3-ə böləcəm. X bərabər pi bölü 3 üstəgəl 2 pi k böl 3 olur. Bu da misalın cavabı. Sadəcə mənfi 1-in yerinə dediyim kimi pi üstəgəl 2 pi k qoydum. X-in qabağında nədirsə ona mütləq bölməliyik hər tərəfi. 36-cı suala baxaq. 36-da yazılıb ki, tangens kvadratı 2x çıx sinus x bərabər 1 bölünsün kosinus kvadratı 2x çıx 1,5. Tənliyi yenə həll eləyək.
Birinci, ilk növbədə sadələşdirmə işi aparmalıyıq. 1 böl kosinus kvadratı yadıma salıram ki, nəyin asışı idi? 1 üstə gəl tangens kvadratı 2x bərabərdirmi? 1 bölünsün kosinusun kvadratı 2x-a. Deməli, mən bunun yerinə gətirib nəyi qoymalıyam? Bax, bunu qoymalıyam. Bax, bunu gətirib qoyuruq yerinə. Yazıram, bax, tangens kvadratı 2x çıx sinus x bərabərdir. 1 üstə gəl tangensin kvadratı 2x çıx 1,5. Bu tangens kvadratı 2x-i bu tərəfə keçirəndə bunlar gedir. Qalır nə? Mənfi sinus x bərabər. 1-dən də çıxıram 1,5-i bizə mənfi 0,5 verir. Hər tərəfi mənfiyə vursam, alınır 2-də 1. Fikirləşirəm ki, sinus 2-də 1-i nə vaxt alırdı? Qayda belə idi. Üstə gəl 30 dərəcədə alır deyə pi bölü 6. Üstə gəl pi k. Bax, belə yazırıq. 36-cı sual. 37-yə baxaq. 37-də yazılıb ki, 2 kosinusun kvadratı x üstə gəl kosinus x çıx 3 bərabər 0. Deyir, yenə tənliyi həll eləyin. Burada isə nə edəcəyik? Kosinus x-a bir dənə t əvəzləməsi aparaq. T desəm. Kosinus x-a bir dənə t desəm nə olur? 2t kvadratı üstə gəl t çıx 3 bərabər 0. Diskriminantla tənliyin köklərini tapırıq və gətirib t-ni qoyuruq yerinə. 1 çıx 4 vur 2 vurulsun mənfi 3. Bu da bizə 25 verir. T1 T2 bərabər mənfi 1 üstə gəl çıx 5 bölünsün 2 vur 2 4. 5-dən 1 çıxıram. 4 bölürəm 4-ə 1 eləyir. Mənfi 6-nı 4-ə bölürəm. Mənfi 1,5 olur. Mən bilirəm ki, kosinusun ən kiçik qiyməti mənfi 1, ən böyük qiyməti müsbət 1 olduğuna görə mənfi 1,5-ə bərabər ola bilməz. Onun üçün kosinus x bərabər 1 yazıram. X də bərabər. Kosinus 1-i nə vaxt alırdı? 0 dərəcədə. Və 0 üstə gəl 2 pi k bizə 2 pi k verir. Cavab bu. Yazdıq. Cavab deməli 2 pi k oldu. D variantı. 38-ci suala baxaq. 38-də yazdıq ki, 2 sinus 2x bərabər kökdə 3. Deyir, tənliyi yenə həll eləyin. Birinci, bax, buranı tapırıq da elə bir. Sinus 2x bərabər kökdə 3 böl 2. Sonra 2x bərabər kökdə 3 böl 2-ni nə vaxt alır? Sinus. Fikirləşirəm ki, sinus kökdə 3 böl 2-ni dediyim kimi nə vaxt alır? Mənfi 1 üstü k vurulsun. 60 dərəcədə aldığına görə 60 dərəcəni də necə qeyd edirlər? Pi bölü 3 üstə gəlsin pi k kimi. Ondan sonra x də bərabər hər tərəfi 2-yə bölsəm mənfi 1 üstü k vur. Pi böl 6 üstə gəl pi k böl 2. Misalın cavabı bax belə olur. Yerinə qoydum. Niyə vaxt alırsa. Sonra x-in qabağında 2 olduğuna görə hər tərəfi 2-yə böldüm. Sonra 39-cu suala baxaq. 39-cu sualın şərti nə yazılıb? Deməli, tangens x üstə gəl pi böl 3 üstə gəl kökdə 3 bərabər 0. Deyir, tənliyi həll eləyin. Birinci kökdə 3-ü bu tərəfə keçirirəm. Tangens x üstə gəl pi böl 3 bərabər mənfi kökdə 3. Fikirləşirəm ki, tangens mənfi kökdə 3-ü, yəni kökdə 3-ü ümumiyyətlə nə vaxt alır? Tangens tək olduğuna görə mənfini qabağa verəcək. X üstə gəl pi böl 3 bərabərdir. Kökdə 3-ü tangens nə vaxt alır? 60 dərəcədə alır. Biz də bunu mənfi pi böl 3 üstə gəl pi k deyə qeyd eləməliyik. X də bərabər, bu pi bölücü bu tərəfə keçirirəm. Mənfi pi böl 3 çıxılsın pi böl 3 üstə gəl pi k. Bu da bərabərdirmi?
mənfi 2 pi bölü 3 üstə gəlsin pi k-ya. Bax, bu formada. 39 dedik. Baxırıq 40-cı suala. 40-cı sualda isə yazılıb ki, sinus x bölünsün. Kotangens 75 bərabər kotangens 15-ə. Çarpaz vuracağıq. İlk növbədə bax, çarpaz vuranda sinus x bərabər kotangens 15 vurulsun kotangens 75. Bunun yerinə mən yaza bilərəmmi ki, tangens 15. Niyə? Kotangens bu 90 çıxılsın 15 deməkdir və adın dəyişir, olur nə? Tangens 15. Kotangens 15-i də tangens 15-ə vuranda cavab nə alınır? 1. Sinus x da bərabər 1. Bu da ki, xüsusi haldır. 1-in nə vaxt bərabər olur? 90 dərəcə. Pi bölü 2 üstə gəl 2 pi k olanda. Xüsusi hal idi, ona görə yazdıq belə. Sonra 41-ci suala baxaq. 41-ci sualda yazılıb ki, kosinus 6x bərabər 2 tangens pi bölü 8 bölünsün 1 çıxılsın tangens kvadratı pi bölü 8. Bu nəyə bərabərdir? Bu görürəm ki, 2 qat arqument üstürüdür da. Tangens 2 alfanın açılışı belə idi də. Yəni, tangens 2 alfanın açılışı necə idi? 2 tangens alfa bölünsün 1 çıx tangens kvadratı alfa. Mən də gətirib alfam görürəm pi bölü 8-dir. Yəni, tangens 2 vur pi bölü 8. Bu da ixtisar gedəndə pi bölü 4 olur. Tangens 45-də neçə alır? 1. Kosinus 6x bərabər 1-ə. 6x də bərabər. Kosinus nə vaxt alır 1-i? Kosinus 1-i əlbəttə ki 0 dərəcədə alır. O da olur 2 pi k. Xüsusi haldır çünki. X də bərabər 2 pi k-nı bölürük nəyə? 6-ya. Bu da ixtisar gedir 2-yə. 2-yə ixtisar getsə nə olar? Pi k bölünsün 3. Cavab bu. Pi k bölünsün 3. Neçənci sual idi? 41-ci sual idi. Baxaq 42-ci suala. 42-ci sualda yazılıb ki, sinus 3x bərabər 4-ə. Deyir, A parametrinin hansı qiymətlərində tənliyin həlli var? Tənliyin həlli olması üçün dedim ki, bu 4A yerləşməlidir. -1 bir parçasında. Yəni, -1 kiçik bərabər 4-ə, kiçik bərabər 1-dən. Hər tərəfi 4-ə bölsək, alınar nə? -4-1, kiçikdir A-dan, kiçikdir müsbət 4-1-dən. Gördüyünüz kimi, -4-1, müsbət 4-1 parçası. 43-cü suala baxaq. 43-də yazılıb ki, sinus x vurulsun kosinus x bərabər kökdə 3 bölü 4. Uşaqlar, burada necə eləyə bilər ki, düstur yaransın? Mən görürəm ki, 2 qat arqument düsturu var idi ki, burada 2 vurulsun olanda yığılır da. Onun üçün sağı solu neyniyək? 2-yə vuraq. 2-yə vursam, olarmı 2 sinus x vur kosinus x bərabər kökdə 3 bölü 4 vurulsun 2. Bu da ixtisar gedir. Bunun da açılışı, nəyin açılışı dedim? Sinus 2x-in açılışı idi. Yazıram kökdə 3 bölü 2. Daha sonra bu 2x-i götürürük. Bərabərdir. Nə vaxt alır dedim kökdə 3 bölü 2-ni? 60 dərəcədə alır. -1 üstü k vur. 60 dərəcədə pi böl 3 deməkdir. Üstə gəl pi k. Hər tərəfi də bu 2-yə bölməliyik. Çünki x-in qabağında 2 var. -1 üstü k vur. Pi böl 6 üstə gəl pi k böl 2. Bax, cavab bu şəkildə olur. 44-cü suala baxaq. 44-də 2 kosinus x üstə gəl kökdə 3 bərabər 0. 2 kosinus x bərabər -kökdə 3. Kosinus x bərabərdir. Nə yazacağım?
mənfi kökdə 3 böl 2. 2. İndi fikirləşir ki, kosinus kökdə 3 böl 2 nə vaxt alır? Kosinusun ümumi halı belə idi. X bərabər müsbət mənfi. Mənfi olanda pi çıxılsın. Nə vaxt alır dedim? 30 dərəcədə alır. Pi böl 6 yazırıq. Üstə gəl 2 pi k olurdu. Pi'dən pi böl 6 çıxanda bizə 5 pi böl 6 verir. Üstə gəl 2 pi k. Bu da misalın cavabı. 45-ci sualda tangens mənfi 4x bərabər yazılıb ki 1 böl kökdə 3. 1 böl kökdə 3 də bilirik ki nə deməkdir? Kökdə 3 böl 3 deməkdir də. Kökdə 3 böl 3 deməkdir. İndi nə edəcəm? Birinci mənfini qabağa verirəm. Mənfi tangens 4x bərabər kökdə 3 böl 3. Kökdə 3 böl 3'ü mənfiyə böləndə tangens 4x bərabər mənfi kökdə 3 böl 3. Sonra bu 4x'i yazırlar, bərabərdir. Kökdə 3 böl 3'ü nə vaxt alır? Deyirik 30 dərəcədə alır. Yəni mənfi pi böl 6 üstə gəl. Pi k deməkdir. X da bərabər hər tərəfi 4'ə bölsəm, mənfi pi böl 24 üstə gəl. Pi k böl 4. Bax, beləcə qalır. Mənfi pi böl 4 üstə gəl. Dediyim kimi pi k böl 4 olur. Mən bunların həllərini axırda atasız da qrupa. Aha, yaxşı. Atacağım. Demək C variantı. 46-cı suala baxaq. 46. Deyir ki, kosinus 4x bərabərdir. Kotanges 73 vurulsun kotanges 17. Kotanges 73 vurulsun kotanges 17. Yenə də burada ad dəyişimi olur. Necə ki, mən bunu 90 çıx 73 yaza bilərəm də. 90 çıx 73-də də adını dəyişir, olur tangens 73. Kotanges 73 vur, tangens 73 də bizə nə verir? 1 verir. Yazıram onda. Kosinus 4x bərabər nəyə? 1-ə. Yenə xüsusi halda 4x bərabər 1 nə vaxt alır? 0 dərəcədə alır. Düzdür? O da olur nə? 2 pi k. X də bərabər 2 pi k bölünsün 4. Bu da ixtisar gedir 2-lər. 2 ilə 4. Pi k böl alınır 2. 46-cı sual idi. Sonra 47-ci suala baxaq. Kosinus 720 çıx 2x yazılıb. 47-də kosinus 720 çıx 2x yazılıb. Bərabər mənfi 0,5. Bu 720-ni görürəm ki 360-a tam bölünür də. 720 360-a tam bölündüyünə görə bizə nə verəcək? Burada 0. Qalıq qalmır axı 0 qalır. Elə bir ki, kosinus 0 çıx 2x. Bu da bizə kosinus mənfi 2x olur axı. Düzdür? Kosinus dedim ki mənfi 2x. Bu da cüt funksiyadır deyə mənfini udur. Olur kosinus 2x bərabər mənfi 2-də 1. Yenə ümumi hal 2x bərabərdir yazıram. Bu 2x'i köçürtdüm. Müsbət mənfi pi çıxılsın. 2-də 1 nə vaxt alır? Pi böl 3-də alır. Üstə gəlsin 2 pi k. O da 2x də bərabərdir. Müsbət mənfi 180-dən çıxıram nəyi? 60 dərəcəni. O da bizə 2 pi böl 3 verir. Üstə gəl 2 pi k. Hər tərəfi 2-yə bölsək, x bərabərdir müsbət mənfi 2 pi böl 6. Üstə gəlinsin pi k. Burada da ixtisar gedir 2-yə bölünür. Düzdür? İxtisar getsə nə qalar? Müsbət mənfi pi böl 3. Üstə gəl pi k. Bax, cavab bu şəkildə qaldı. 47-ci sualda.
Sonra baxaq görək 48-ci suala. 48-də 2 kosinus 3x üstəgəl kosinus 50 bərabər sinus 40-a. Tənliyi həll eləyək. Baxırıq ki, bu kosinus 50 onsuz sinus 40 deməkdir. Niyə görə? Çünki mən bunu 90 çıxılsın 40 yazsam adını dəyişəcək olacaq necə? Sinus 40. Bu tərəf keçirəndə sinus 40-dan sinus 40 gedir, 0 qalır. 2 kosinus 3x bərabər 0-a. Burada kosinus 3x bərabər 0-ı bölürəm ki, yenə 0 eləyir. 3x də bərabər 0 nə vaxt alır? Kosinus 90 dərəcədə, yəni pi bölü 2 üstəgəl pi k-dıq xüsusi halımız. Hər tərəfi 3-ə bölsəm, pi bölü 6 üstəgəl pi k bölü 3. Pi bölü 6 üstəgəl pi k bölü 3. Sonra 49-cu suala baxaq. 49-da sinus 5x vur kosinus 3x, kosinus 5x vur sinus 3x bizə düstur verir də bu toplama teoremindən. Hansıdır? Sinus alfa çıx beta. Yəni sinus 5x çıx 3x-in açılışıdır. Bərabər nə? 2-də 1. 5x-dan 3x-i çıxıram, alınır sinus 2x bərabər 2-də 1. Bu da ümumi haldır. 2x bərabər mənfi 1 üstündə k vur 2-də 1-i nə vaxt alır? 30-da üstə gəl pi k yazırıq. X-in qabağında 2 olduğuna görə hər tərəfi indi 2-yə bölməliyəm. Vur pi böl 12 üstə gəl nə olur? Pi k bölünsün 2. Bax, cavab bu şəkildə qalır. Sonra 50-ci suala baxaq görək. 50-də nə yazılıb? Yazılıb ki, sinus 2x vurulsun kosinus x çıx kosinus 3x vurulsun sinus x. Yenə bu da nəyin açılışıdır? Sinus alfa çıx beta'nın açılışıdır da. Yəni toplama teoremi olan sinus alfa çıx beta. Alfanın 3x-dir, beta'nın da x-dir. Yazırsan sinus nə? 3x-dən x çıxanda 2x qalır. Kökdə 3 bölü 2. Yenə kökdə 3 bölü 2-ni nə vaxt alır? Bilirəm ki, 60 dərəcədə alır. Onu da necə qeyd edirlər? Mənfi 1 üstü k vur pi böl 3 üstə gəl pi k. Hər tərəfi bu qabaqdakı 2-yə bölsək, mənfi 1 üstü k vur pi böl 6 üstə gəl pi k böl 2. Cavab bu. Sonra 51-ci sualda 51-də nə verib? Kosinusun kvadratı çıx sinusun kvadratı. Bu da bilirəm ki, kosinus 2 alfanın açılışıdır. 2-də 1 yerinə kosinus kvadratı çıx sinusun kvadratının yerinə kosinus 2x qoydum. Dediyim kimi 2 qat arqument düsturudur. Sonra 2x də bərabərdir. 2-də 1-i nə vaxt alır? Müsbət mənfi pi böl 3 üstə gəl 2 pi k da alır. X da bərabər hər tərəfi 2-yə bölsək pi böl 6 üstə gəl pi k. Cavab bu. Sonra 52-ci sualda yenə bu da dediyim kimi düsturdur, toplama teoremidir. Bu sualdan bayaqlarım yazmışdıq. Yox. 3x-dən çıxıram x-i da toplama teoremi olan. Sinus alfa çıx beta elə bil. Bərabər kökdə 3 bölü 2. Fikirləşirik ki, kökdə 3 bölü 2-ni nə vaxt alır? 60-da alır da, düzdürmü? Sinus yazırıq 2x bərabərdir. Mənfi 1 üstündə k vur pi böl 3 üstə gəlsin 2 pi k. 2 pi k yox, adi pi k. Sonra hər tərəfi 2-yə bölsəm bu x-in qabağındakı 2-yə görə. Mənfi 1 üstü k vur pi böl 6 üstə gəl pi k böl 2. Bax, cavab bu şəkildə alınır. Sonra baxaq 53-cü suala. 53-də. 53-də nə yazılıb? Yazılıb ki, 2 kosinus 2x. Bu sualdan deyəsən yazdıq bayaq. Kosinus 50
bərabər sinus 40. Burada 3x idi, indi burada 2x-dir. Və yenə də bununla bu eyni şeydir. Gedir bu ixtisar 0 qalır. 2 kosinus 2x bərabər 0-a. Sonra kosinus 2x bərabər 0-ı 2-yə bölürəm 0. Sonra isə 2x bərabərdir. Yadıma salıram ki, xüsusi halda kosinus 0-a bərabərsə x nəyə bərabər idi? Pi böl 2 üstəgəl pi k-ya bərabər idi. Ondan sonra x da bərabər hər tərəfi 2-yə bölsək, pi böl 4 üstəgəl pi k böl 2 olur. Pi böl 4 üstəgəl pi k böl 2. Bax, cavab bu şəkildə qalır. Sonra 54-cü sualda 54-də 3 kosinus x bərabər 2 kosinusun kvadratı x. Burada nə edirik? Bir tərəfə keçirsəm, 2 kosinusun kvadratı x çıx. 3 kosinus x bərabər 0. Sonra kosinus x ortaq vurux kimi çıxır. 2 kosinus x çıx 3 olur. Biz də bilirik ki, ayrı-ayrı 0-a bərabərləməliyik də. Birinci kosinus x-i 0-a bərabər edirəm. X-i alıram. Xüsusi hal 0 nə vaxt alırdı? Pi böl 2 üstəgəl pi k-da. Burada isə alırıq ki, 2 kosinus x çıx 3 bərabər 0. 2 kosinus x bərabər 3-ə. Kosinus x da bərabər 3 böl 2, yəni 1,5 ola bilməz də. Demişdik ki, kosinusun ən kiçik qiyməti -1, ən böyük qiyməti müsbət 1. Bura boş çoxluq. Cavab deməli, baxın, bunu götürürük. Pi böl 2 üstəgəl pi k-nı. Sonra 55-ci sualda yazılıb ki, sinus kvadratı x bərabər 1-ə. Tənliyi həll eləyin. Dərəcəni azaltma düsturundan istifadə eləyəcəm. Çünki bunun həlli yoxdur belə olanda. Dərəcəni azaltma da necədir? 1 çıx kosinus 2x böl 2 daxı. Dərəcəni azaltdım. Bərabər 1 yazıram. Çarpaz vursam 1 çıx kosinus 2x bərabər 2. Sonra kosinus 2x da bərabər 1-dən çıxıram 2-ni -1. Bu da yenə xüsusi haldır. 2x bərabər -1-ə nə vaxt bərabər olur? Pi üstəgəl 2 pi k olarsa. Çünki 180-də alır -1-i. X da bərabər hər tərəfi 2-yə bölsəm, pi böl 2 üstəgəl pi k alınır. Sonra 56-cı suala baxaq. 56-da yazılıb ki, 2 kosinus 90 çıxılsın x bərabər kökdə 3. 90-dan çıxanda ad dəyişirdi, olurdu nə? Sinus x. Yazıram 2 sinus x bərabər kökdə 3. Sinus x da bərabər kökdə 3-ü 2-yə bölürəm. Bu da sinusun ümumi halıdır. Yəni, -1 üstündə k vur. Sinus kökdə 3 bölüşünü nə vaxt alırdı? 60-da. Üstəgəl, düsturda var idi ki, üstəgəl pi k gəlməlisiz. Mən də yazdım. Sonra 57-ci suala baxaq. 57-də. 57-də nə verilib bizə? Yazılıb ki, kosinus x bərabər kosinusun kvadratı pi böl 8 çıxılsın sinusun kvadratı pi böl 8. Bu da yadıma salıram ki, nədir? Düsturdur da. Hansı düsturdur? 2 qat arqument düsturu. Yəni, kosinus 2 alfanın açılışıdır. Bərabər kosinus 2 vurulsun. Nə? Pi böl 8. Bu da bərabər. Gedir ixtisar. Kosinus pi böl 4 olur. Kosinus 45-də neçə alır? Kökdə 2 böl 2. Yazacağım ki, kosinus x bərabər kökdə 2 böl 2. Kosinus da neçə dərəcədə alır kökdə 2 böl 2-ni? Dediyim kimi 45-də. X bərabər 45 dərəcəyə. Baxaq, görək necə yazıbdı. Hə, bizdən də soruşur ki, ən kiçik müsbət kökün tapın. Yəni, x olacaq neçə? Pi böl 4. Ən kiçik müsbət kökün pi böl 4-dür. Sonra 58-ci suala baxıram. Yazılıb ki, sinus x
çıxılsın kosinus x bərabər 1 olarsa. Nə edə bilərik uşaqlar? Sağ solu kvadrata yüksəltsək, alınır nə? Sinusun kvadratı x çıx 2 sinus vur kosinus. Üstə gəl kosinusun kvadratı x bərabər 1-ə. Sinus kvadratı üstə gəl kosinus kvadratı bizə 1 verir. Çıx. 2 sinus vur kosinusdakı bizə 2 qat arqument üstürü olan sinus 2x verir. Bərabər. Buradakı 1-i də yazdım. Yazıram sinus 2x bərabər 1-dən çıxıram bu 1-i. Çünki çıxılanı tapmaq üçün azalandan fərq çıxılır. 0. Burada da alıram nə? 2x bərabərdir. Sinus 0-ı nə vaxt alırdı? Pi k-da. X bərabər nəyə? Pi k böl 2-yə. Deməli, bizdən soruşur neçə dərəcə? K-nın dəyərinə 0 qoysam 0 olar da, düzdürmü? K bərabər 0 olsa, x bərabər 0 dərəcə alınır. Ən kiçik kökü deyirsə 0 dərəcə götürürəm. Sonra 59-a baxıram. Yazıb ki, 2 sinus 6x vurulsun kosinus 6x bərabər kökdə 3 böl 2 olarsa 0 pi böl 18 dərəcə aralığındakı kökü tapın. Baxırıq ki, 0 pi böl 18 nə deməkdir? Pi böl 18 bilirəm ki, 180 böl 18 deməkdir də. Yəni 0, 10 dərəcə aralığındakı kökü tapın deyir. Mən bunun yerinə birinci görürəm ki, 2 qat arqument üstürüdür. Yəni sinus 2 vur 6x. Yəni 12x deməkdir. Bərabər. Kökdə 3 böl 2 də neçə dərəcə deməkdir? Yəni neçə dərəcədə alır sinus kökdə 3 böl 2-ni? 60 dərəcədə alır deyə. Mənfi 1 üstü k vur 60 dərəcə. Üstə gəlsin nə yazıram? Pi k yazmalıyam. Onu da ki, bunları dərəcəyə çevirdiyimə görə pi də ki 180 dərəcədə axı. 180 dərəcə vur k yazıram. İndi hər tərəfi 12-yə bölsəm. Çünki burada 12x bərabərdir yazıram axı. X bərabər hər tərəfi 12-yə bölsək. Mənfi 1 üstü k vur 5 dərəcə. Üstə gəl. 180-i də böləndə 12 neçə dəfə düşür? 15 dərəcə vurulsun k. İndi k-ya qiymət verib bu aralıqda kök tapacam. Bax, k-ya bərabər 0 versəm. 0 olsa nə olar? X bərabər mənfi 1 üstü 0 bizə 1 verir. 1-i 15-ə vuranda 5 dərəcə. Üstünə də yenə 0-ı 15-ə vuranda 0 olur. Bax, deməli necə hesabladım? Baxın. Vur 5 dərəcə, üstə gəl 15 vur 0. Bu da eləyir neçə? 5 dərəcə. 5 dərəcə də bu aralığa düşdüyünə görə köküdür. Sonra k bərabər 1 yazsam. İndi yazıram. X bərabər mənfi 1 üstündə 1 vur 5 dərəcə, üstə gəl 15 vurulsun 1. İndi bunu hesablayaq. Bu mənfi 5 eləyir. Üstünə də gələndə 15-i. Neçə eləyəcək? 10 eləyəcəkmi? Hə, düşdü. Artıq k bərabər 2 yazsam çox alınacaq. Bunu sizdən soruşur ki, bu aralıqda neçə kökü var? 1, 2. 2 kökü var. 2 kökü. Sonra 60-cı suala baxaq görək. 60-cı sualda deyir ki, sinus x bərabər 2 vurulsun sinus pi böl 12 vurulsun kosinus pi böl 12. Yenə görürəm ki, bu düsturdur. Nəyin düsturudur? 2 qat arqument düsturu. Yəni sinus 2 vurulsun pi böl 12. Bu da ixtisar gedir. Neçə olur? Sinus pi böl 6. Bizdən də soruşur ki, x ən kiçik kök neçədir? Gördüyünüz kimi pi böl 6, yəni 30 dərəcədir. Neçə dərəcədir? Bunda 30 dərəcə kimi qeyd edirlər də, bax belə. 61-ci suala baxaq görək. 61-də deyir 3 sinusun kvadratı 5x çıxılsın 7 kosinus 5x bərabərdir 3 olarsa 20 dərəcə kiçikdir. X-dan kiçikdir 180 dərəcə aralığına daxil olan köklərin cəmini tapın. Deməli, nə edəcəyik? Baxın uşaqlar,
Birinci mən bu sinus kvadratı 15-in sinus kvadratı 5x-in yerinə 1 çıx kosinus kvadratı 5x yaza bilərəm. Çünki burada 5x-dırsa, kosinus 5x-də, bunu da kosinusla ifadə eləməliyəm də. 3 vurulsun 1 çıx kosinusun kvadratı 5x. Çıx 7 kosinus 5x. Bunu da bu tərəfə getirsəm çıx 3 bərabər 0. Kvadrat tənlik alacağıq. Olacaq -3 kosinus kvadratı 5x. Müsbət 3 ilə -3 gedir. Çıx 7 kosinus 5x bərabər 0. Hər tərəfi mənfiyə vursaq 3 kosinus kvadratı 5x üstə gəl 7 kosinus 5x bərabər 0. Kosinus 5x ortaq vuruq kimi çıxarsaq, mötərizədə 3 kosinus 5x üstə gəl 7 bərabər 0. Buradan ayrı-ayrı 0-a bərabər eləsəm, 5x bərabərdir. Kosinusda 0 nə vaxt alır? 90 dərəcədə alırdı, düzdürmü? Mən də onu pi bölü 2 üstə gəl pi k kimi qeyd eləməliyəm. Dərəcəyə çevirsəm, 90 dərəcə üstə gəl 180 k yazıram. X də bərabər hər tərəfi 5-ə bölsəm, 18 dərəcə üstə gəl 36 k olur. Burada isə kökü olmur, çünki -7 böl 3. Burası boş çoxluq verəcək bizə. Kosinus çünki -1-dən dediyim kimi sola tərəf qiymət almır axı. Ən kiçik ən böyük qiyməti -1 1-dir. İndi gətirəcəyik k-ya yenə qiymət verib 20 dərəcə ilə 180 dərəcə aralığında yerləşən kökün götürəcəyik. Məsələn, k-ya 0 versəm, x bərabər 18 olur. Bunu götürə bilmərik. K-ya 1 versəm, x bərabərdir. Alınır 36 üstə gəl 36. Bu da bizə neçə verir? 54 dərəcə verir. Düşür bu aralığa, götürəcəyik. K-ya 2 versəm, x bərabər 18 dərəcə üstə gəl 36 vur 2. 72-ün üstünə gəlirəm nəyi? 18-i. Bu da bizə 90 dərəcə verir, götürəcəyik. K bərabər 3 yazsam, x bərabər 18 üstə gəl 36 vur 3. Bu 108 eləyir. 108-in üstünə gəlirəm nəyi? 18-i. Bu da eləyir 126 dərəcə. Götürəcəyik. K bərabər 4 olsa, baxaq görək. 18 üstə gəl, 36 vurulsun 4. 144-ün üstünə gəlirəm nəyi? 36-nı 4-ə vuranda. 144 üstə gəlinə 18. Bu da neçə eləyir? 162. Götürəcəyik. Artıq K 5 olanda isə 36 vur 5, 180 üstə gəl 18 böyük olur. Deməli, mənim qiymətlərim 54 dərəcə, 90 dərəcə, 126 dərəcə və 162 dərəcədir. Bunlarda toplamağım tələb olunur. 126 ilə 54-ü toplasam, eləyər neçə? 180 dərəcə, üstünə gəlirəm 90-ı. 270 dərəcə, 270 ilə də ki, 162-ni toplayaq. Neçə eləyəcək? 432 dərəcə. Deməli, bucaqların cəmi bu aralıqda yerləşən 432 dərəcə oldu. Sonra uşaqlar 62-ci suala baxaq. 62-ci sualda nə deyir bizə? 8 sinus x 8 sinus x vur kosinus x vur kosinus 2x vur kosinus 4x bərabər 1. Deyir ki, 0-90 aralığındakı kökün tapın. İndi nə edə bilərik? Baxaq görək. Burada 2 qat arqument düsturuna oxşuyur da burada. Bunu necə yazsam 2 qat arqument düsturuna oxşuyar? Bax, yerinə bu 8-in yazsam, 4 vurulsun 2, vur sinus x vur kosinus x. Bu bizə sinus 2x verəcək. Baxın. Kosinus 4x bərabər 1 yazıram. Deməli, bunun yerinə yazıram nə? Sinus 2x. 4 vur sinus 2x vur kosinus 2x vur kosinus 4x. Bərabər 1. İndi isə təzədən bu 4-ü parçalasaq. 4-ün yerinə 2 vur 2 yazsaq. Davamını da olduğu kimi köçürsək. Vur kosinus 4x bərabər 1. İndi bu bizə yenə sinus 4x verir. Çünki 2-ni vururam 2x-ə da elə bir. 2 vur
sinus 4x vur. Bu kosinus 4x da yazıram. Bu təzədən mənə sinus 8x verir. Daha sonra nə edirəm? 8x bərabərdir. 1-i nə vaxt alır? Pi bölü 2 üstə gəl pi k-da. 2 pi k-da. X də bərabər. Hər tərəfi 2-yə bölsəm pi böl 16 üstə gəl pi k böl 4 olur. 2 pi k-nı 8-ə böldüm. İndi bizdən soruşurdu ki, 0 pi böl 2 aralığındakı kökünü tapın. İndi bunu mən 16-ya gətirsəm 8-ə vurmalıyam, düzdürmü? 0 elə bir ki, nə olur? Pi böl 16. İndi bax, 8 pi böl 16. İndi baxaq, k-ya 0 versək, x bərabər neçə olacaq? Burası 0 olur, bu da pi böl 16. Bu kök yerləşir bunun arasında. Bəli, 0 ilə 8 pi böl 16 aralığında yerləşir. Sayını soruşurdu görək bizdən, yoxsa neçə kökü var deyir. İndi k-ya 1 versəm, görək olarmı? X bərabər pi böl 16 üstə gəl pi k-nı yerinə 1 qoyuram axı. Pi böl 4. Ortaq məxrəc eləsəm 4-ə gətirirəm də bunu. Bu da bizə 5 pi böl 16 verir. Bax, bu da kökü yerləşir. K-ya 2 versəm, x bərabər pi böl 16 üstə gəl. Bu da olur neçə? 2 pi bölünsün 4. Bunu da ortaq məxrəc eləsəm 4-ə gətirsəm, 4 dəfə 2, 8, 8-in üstünə pi gələndə 9 pi böl 16 olur, amma bu yerləşmir. Deməli, neçə kökü var? 2 kökü var. Bu aralıqda yerləşən 2 kökü oldu. Sonra növbəti suala baxaq. Bu sualın həlli belə idi. 62-nin 63-cü suala baxaq. 4 sinus kvadratı x çıxılsın tənlik. Kvadrat tənliyə gətirəcəyik. Baxaq. 63-də 4 sinus kvadratı x çıx 4 sinus x üstə gəl 1 bərabər 0. Burada dediyim kimi kvadrat tənliyə gətirsəm, müxtəsər vurma düsturunun açılışına oxşuyur. Yəni 2 sinus x çıx 1 mötərizənin kvadratı deməkdir də. Yazıram 2 sinus x çıx 1 bərabər 0. 2 sinus x bərabər 1-ə. Sinus x də bərabər 2-də 1 olurmu? X də bərabər mənfi 1 üstündə k vur. Pi böl 6 üstə gəlinə pi k. Cavab bu olaraq qalır. Sonra 64-cü suala baxaq. 10 vurulsun sinus 30 üstə gəl. Sinus 231 üstə gəl. Kosinus 39 dərəcə çıx tangens 45 dərəcə. Deməli uşaqlar, bunu necə yazırıq? Baxın. Bu 270 çıxılsın. Və bunun yerinə mən 270 çıxılsın 39 yazsam. Bu bizə mənfi kosinus 39 verir də. Bax, mənfi kosinus 39, müsbət kosinus 39. Çünki 3-cü rübdə sinus axı mənfidir. Ona görə mənfi kosinus 39. Bundan bu getdi. Burada 1 nədir? 10-dur da bu. Sinus 30-un qiymətini yerinə yazsaq, 10 vurulsun 2-də 1, çıx. Tangens 45-in də yerinə yazsaq 1, 5 çıx 1, cavab eləyir 4. 65-ci suala baxaq. Deyir ki, sinus x bərabər a çıx 1 bölünsün 2. A parametrin hansı qiymətlərində həlli var? Yenə də sinus x a ilə bağlı nəsə görən kimi tez bunu mənfi 1 parçasında yerləşdirməliyik. Yəni, mənfi 1 kiçik bərabər a çıx 1 böl 2 kiçik bərabər 1-dən. Hər tərəfi 2-yə vururam. Mənfi 2 kiçik bərabər a çıx 1 kiçik bərabər 2. Hər tərəfin üstündə indi bu mənfi 1 yazılıb deyə 1 gəlirəm. Mənfi 1 kiçik bərabər a kiçikdir. Bərabərdir 3-dən. Deməli, nə alıram? Mənfi 1, 3 parçası. Cavab mənfi 1, 3 parçasında yerləşir. A-nın qiyməti.
66-cı suala baxaq. 4 sinus kvadratı alfa çıx tangens kvadratı alfa üstəgəl 1 vurulsun kosinus kvadratı alfa üstəgəl 4 kosinus kvadratı alfa. Bu misalda yazmaq üçün yenə düsturu bilməliyik. Yadıma salıram, əsas trigonometri yenilik düsturlarında 1 üstəgəl tangensin kvadratı bizə nə verirdi? 1 böl kosinus kvadratını verirdi də. 4 sinus kvadratı alfa. Bunu da yatıracağım yanına. 4 kosinusun kvadratı alfa çıx 1 böl kosinus kvadratı alfa vur kosinus kvadratı alfa olur. Bunlar getdi. Burada 4'ü çıxarsam ortaq vuruq. Sinusun kvadratı kosinusun kvadratı 1 verir. 4'ü 1'ə vurdum. 4 elədi. Çıxıram. Bunu da ixtisar eləyəndə 1 eləyir deyə. 4'dən 1 çıxdım. Baxın, cavab alındı 3. 66-cı sualın cavabı 3. Sonra 67-ci sual. Sinus mötərizədə 2x çıx 3 bərabər 1-ə. Yenə tənliyi həll eləyək. Xüsusi hal. Çünki sinus 1-ə nə vaxt bərabər olur? Pi bölü 2 üstəgəl 2 pi k-da. 2x çıx 3 bərabərdir. Yerinə yazırsınız ki, pi bölü 2 üstəgəl 2 pi k. Burada 2x-i tapmaq üçün pi bölü 2 üstəgəl 2 pi k üstəgəl 3 yazdım. Hər tərəfi indi x-in qabağında 2 var deyə 2-yə böləcəm. 2-yə bölsəm pi bölü 4 üstəgəl pi k üstəgəl 3 bölü 2. Cavab da belə qalacaq. 67-də. Sonra 68-ci suala baxıram. Sonuncu sual. Sinus 49 vur kosinus 11 üstəgəl kosinus 49 vur sinus 11 bərabərdir. Baxıram ki, hansı düstura oxşuyur bu? Toplama teoremindən olan sinus alfa üstəgəl beta. Alfamız budur, betamız da budur. Yazıram nə? Sinus 49 üstəgəl 11 dərəcə. Bərabər. Bu da bizə sinus 60 dərəcə verir. Sinus 60-da da neçə alır? Sinus 60-da alır kökdə 3 böl 2. Deməli, bu sualın da cavabı nə olur? Kökdə 3 böl 2 olur. Bu qədər. Aydındır. Bir dənə bunu necə? Səbinəm. Səsim gəlir. Bəli. Bu ekran kayd edirdim mən. Ekran kaydını söndürməyə çalışıram. Deməli, buradan bağlasaq